Salam, gəlin belə bir siyasi tapşırığın izahına baxaq. Deməli, insan qan qruplarının eritrositlərdə və qan plazmasında olan xüsusi züallarla əlaqədardır. Müəyyən olunmuşdur ki, qanın eritrositlərində A və B antigenləri, qan plazmasında isə anti-A və anti-B antitelləri vardır. Bu maddələrin müxtəlif kombinasiyalarından asılı olaraq insanlarda 4 qan qrupu mövcud olur. İnsan qanında normalda eyni adlı antigen və antitellər bir yerdə ola bilməz. İlk öncə gəlin bunun qrupunu müəyyən edək. Bunu nəzərinizə çatdırım ki, birinci qan qrupunda hər iki antigen olmur. Yəni 0-0 genotip. Yəni gen sözündən biz genotipinə baxaraq artıq müəyyən edə bilir ki, hansı antigenlər ola bilir. Amma antitellərin hər ikisi olur. Yəni anti-A, hansı ki anti-A, anti-B burada hər ikisi olur. Burada da qabağında anti yazım. Bunların hər ikisi olur. İkinci qan qrupunda biz demişik ki, geni AA, A0 ola bilər də. Ona görə bunlarda anti-A olmur. Amma antigen olaraq A olur. Ona görə biz burada anti-B yaza bilirik. Üçüncü qan qrupuna baxsaq, biz deyirik ki, üçüncü qan qrupu BB və B0 ola bilər. Ona görə avtomatik olaraq burada anti-B ola bilməz. Ona görə anti-A olar. Dördüncü qan qrupunda isə biz həmişə AB yazırıq. Hər iki antigen burada olduğuna görə burada heç bir antitel olmayacaq. Yəni antitelimiz yoxdur. Bu hissələri bildik. Artıq demək olar ki, situasiyanı həll etmiş olduq. Gəlin tapşırıqlara baxaq. Deməli, tapşırıqlarda 28-ci tapşırıqda deyir ki, X və Z qan qrupunun genotip və fenotipləri, həmçinin onların sayını müəyyən edin. X-ə baxsaq, X burada X burada anti-A müsbətdir, anti-B mənfidir. Deməli, bu avtomatik olaraq üçüncü qan qrupudur. Üçüncü qan qrupunun genotipi BB, B0 ola bilər. Yəni, genotipcə sayca 2-dir. Fenotip isə yəni, fərq etmir. Yəni, üçüncü qan qrupu fenotip cəhətdən heç bir fərq yoxdur. Yəni, 3-dür zaten. Ona görə fenotipin sayı isə 1-dir. Bu genotipdir, bu fenotipdir. Burada qabağında yazıram. Burada digərinə baxaq. Bir də Z qan qrupunu istəyir. Z-də həm anti-A var, həm anti-B var. Ona görə Z-də birinci qan qrupu olacaq. Biz dedik ki, anti-A və anti-B'lər birinci qan qrupunda var. Onda birinci qan qrupunun genotipi 0-0'dır. Heç bir başqa genotipi olmadığına görə genotip sayı 1-dir. Fenotip sayı da həmçinin 1-dir. Yəni, heç bir dəyişikliyi yoxdur. Belə. Gəlin 29-cu suala baxaq. 29-cu sualda deyir ki, hansı qan qrupları X, Y, Z, K malik ata və ananın uşaqlarda valideynlərin qan qruplarına malik olma ehtimalı bütün hallarda 0-a bərabərdir. Biz ilk öncə bunların hamısını X üçüncü qan qrupudur biz təyin elədik. Y, baxın, heç biri yoxdur antilərin. Deməli, bu dördüncü qrupdur. Z birinci qrupdur biz dedik. K isə avtomatik olaraq ikinci qrupdur. Və deyir ki, hansı doğulan uşaqlar ana və atanın genotipini daşımayacaq. Bu əsasən 1 və 4-cü qan qruplarının da olur. Niyə? Çünki birinci qan qrupu 0-0'dır da. Yəni, bunu verə biləcək qamet, belə deyək, qamet deyək, 0 olur. Atanın və yaxud ananın qan qruplarının biri 4-dürsə, yəni AB-dirsə, onlar isə biri A verir, biri B verir. İndi biz P-net cədvəli qursaq, gəlin quraq. Bu 0-dır, çaprazlaşır A, B ilə. Yəni, o A0 əmələ gətirə bilər, bir də B0 əmələ gətirir. Ona görə ya ikinci qan qrupu olacaq, ya üçüncü qan qrupu olacaq. Və ata və ananın qan qruplarını daşımadılar beləliklə. Ona görə cavabımız burada Z-lə
Z-lə Y olacaq. Z və Y olacaq. Gəlin, indi 30-cu suala baxaq. 30-cu sualda deyir ki, sxema əsasən qan köçürmə düzgün olduğunu müəyyən edin, cavablarınızı əsaslandırın. Burada gəlin ilk öncə bunların hər birinin qan qrupunu yazaq bura. X nədir? 3-cü qan qrupudur. K nədir? 2-ci qan qrupu. Y 4-cü qan qrupu. Z də 1-ci qan qrupudur. Gəlin baxaq. Deyir ki, qan köçürmənin düzgün olduğuna baxmalıyıq. 1-ci qan qrupu hər kəsə köçürə bilər. Amma heç kim onu köçürə bilməz. Ona görə burada 5 avtomatik səhv olur. Bunu gördük. Və 2-ci qan qrupu 2-dən də əlavə gəlin 4-ə baxaq. Ən asandır. 4-cü qan qrupu heç kimə qan verə bilmir. Ona görə yəni avtomatik olaraq burada 6 səhv olur. Yəni bunu da təyin elədik. 5 6 getdi. Sonra deməli 1 4 düzdür. Hələ ki 1 4-ü tapmışıq. Çünki 1-ci qan qrupu istənilən adama qan verə bilər. 3-cü qan qrupu da 2-ci qan qrupuna verə bilməz. Amma 4-ə verə bilər. Hər kəsdən çünki 4 alır. Ona görə 2 də düzdür. 3-ə verə bilməz də, 2-yə verə bilməz. Ona görə beləliklə bütün cavabları tapmış oluruq. Belə. Bu qədər. Əslində asan bir situasiyadır. Əsas odur ki, qan qruplarının özünü təyin edə bilsək və hansına köçürə bilir, hansına köçürə bilmir, bunu bilsək tamamilə asan bir situasiyadır. Uğurlar.